Salam hər kəsə. Mövzumuz dünya əhalisinin sayıdır, onun artımıdır, yəni demoqrafiyadır. Əvvəlcə baxaq görək demoqrafiya nə deməkdir? Demoqrafiya əhalinin sayını, təbii artımını, daha sonra cins yaş tərkibini öyrənən elmin adıdır və bilirik ki, dünyada artıq dünya əhalisinin sayı 8 milyardı keçmişdir. Xüsusilə də bu Çin və Hindistanı qeyd edə bilərik ki, 1 milyarddan çox insan yaşayır. Artıq son illərdə Hindistan Çini də ötüb keçib. Və əhalinin illik artımı 85-90 milyon nəfərdir. Bəs yaxşı, bu necə artır əhali? İki cür arta bilər. Biri təbii artımdır, bir də mexaniki artımdır. Təbii artımı izah eləyəcəm. Əvvəlcə mexaniki artımı deyim. Mexaniki artım ölkəyə gələnlər hesabına əhalinin artmasıdır. Və təbii artım isə bu isə özünün də iki tipi var. Birinci tip, ikinci tip. Bu nədir? Təbii artımın birinci tipində əgər ölkədə doğulanlarla ölənlərin fərqi 12 və ondan daha azdırsa, bu təbii artımın birinci tipidir. Yəni bir il ərzində 1000 nəfərə düşən doğum və ölüm arasındakı fərq təbii artımdır. Bir il ərzində 1000 nəfərə düşən doğum və ölüm arasındakı fərq 12 və ondan daha azdırsa, bu təbii artımın birinci tipidir. Yox, əgər bir il ərzində 1000 nəfərə düşən, yəni 1000 nəfərə görə doğulanlarla ölənlərin fərqi 12-dən daha yuxarıdırsa, bu artıq əhali artımının ikinci və yaxud da ənənəvi tipidir. İndi baxaq görək hansı ölkələr birdədir, hansı ölkələr ikidədir. Təbii ki də doğumun və ölümün az olduğu, təbii artımın aşağı olduğu ölkələr inkişaf etmiş ölkələrdir. Məsələn, Kanada, ABŞ, Avropa ölkələrinin əksəriyyəti Albaniyadan başqa, Şərqi Avropa ölkələri keçid dövründə olsa da, inkişaf etməkdə olan ölkələr olsalar da, bunlar da bu qrupa aiddir. Həmçinin inkişaf etməkdə olan Qazaxıstandır, daha sonra Çindir. Sonra qeyd eləyə bilərik burada Gürcüstan, Ermənistan, Azərbaycan kimi ölkələr təbii artımın birinci tipindədir, yəni müasir tipindədir. Burada doğum aşağıdır, ölüm də aşağıdır, nəticə etibarilə təbii artım da aşağıdır. Qeyd elədik ki, inkişaf etmiş ölkələr və bəzi inkişafda olan ölkələr, Qazaxıstan, Çin, Azərbaycan, Ermənistan, Gürcüstan kimi ölkələr də burada aiddir. Təbii artımın ikinci tipi isə bu isə daha çox inkişaf etməkdə olan və geridə qalmış ölkələrdir, ənənəvi tipdir. Burada doğum yüksəkdir, bir qədər səhiyyə inkişaf eləyib deyə ölüm aşağıdır. Nəticə etibarilə təbii artım çox yüksəkdir. Məsələn, Afrika ölkələrinə baxın. Doğulanlar bir il ərzində 1000 nəfərə 40 nəfərdir, ölənlər 14 nəfər. Təbii artım 26 nəfərdir. Məsələn, Afrikada əsas Nigeri qeyd edə bilərik. Əhalinin sayı hal-hazırda 28 milyon nəfərdir və sürətlə artır. Və BMT proqnoz verib ki, artıq proqnozuna görə 2050-ci ildə ölkə əhalisinin sayı 50 milyon nəfəri keçəcək. Daha doğrusu çatacaq. Daha sonra bu oldu ikinci tip. Deməli, əgər ölkədə əhalinin sayı çoxdursa və ənənəvi tipdədirsə, sürətlə artırsa, bu o deməkdir ki, orada artıq demoqrafik partlayış baş verir və deməli, demoqrafik partlayışdır. Əgər ölkədə əhali sürətlə azalır və yaxud da aşağı şəkildə artır və yaxud da azalırsa, yəni birinci tipdirsə, bu ölkələrdə isə demoqrafik böhran, yəni əhali azalırsa artıq böhran baş verir. Demoqrafik böhran və yaxud da buna deyilir depopulyasiya və deməli, məsələn, Litvanı qeyd eləmək olar bura. Əhali sürətlə azalır. Məsələn, hal-hazırda əhalisi 2,7 milyon nəfərdir, amma BMT proqnoz verir ki, 2050-ci ildə 2,1 milyon nəfərə çatacaq. Yəni hardasa 0,5 milyon nəfər əhali azalacaq deməkdir. Ümumiyyətlə, əksər birinci tip ölkələrdə belədir. Yəni əhali aşağı sürətlə artımı qoy kənara, artıq azalır yəni. Və burada bu ölkələrdə hər ikisində istəyir birinci tip, istəyir ikinci tip demoqrafik siyasət həyata keçirilir. Təbii ki də əhali azdırsa, əhalini artırmağa doğru siyasət həyata keçirilir. Baxın, inkişaf etmiş ölkələrdə aşağı doğumdur, demoqrafik böhrandır. Təbii ki, burada doğum göstəricisini artırmaq üçün siyasət həyata keçirilir. Müavinətlər verirlər, çoxuşaqlı ailələrə, yeni evlənənlərə güzəştlər olunur. Məsələn, Belarusiyada 3 uşaq varsa artıq ona dövlət ev verir. Uzun müddətli ödənişli analıq məzuniyyəti verilir, hətta atalara da məzuniyyət verilir. Tibbi xidmət və təhsil ödənişləri dövlət hesabına olur. Sonra körpələrin uşaq müəssisələrinə cəlb edilməsi və s. Amma inkişaf etməkdə olan, yəni yüksək doğum olan ölkələrdə isə dedik demoqrafik partlayışdır. Yəni əhali hədsiz çoxdur və doğumu aşağı salmaya çalışırlar. Bunun üçün də nə edirlər? Nicah yaşını artırırlar. Müxtəlif təbliğat tədbirləri görünür. Məsələn, universitetdə oxuyan, ali təhsil alan insanların ailə qurmasının qarşısı alınır. Sonra az uşaqlı ailələrə beləliklə təhsil və tibb xidmətlərində üstünlük verilir.
Çox uşaqlı olanlara isə yox. Daha sonra uşağı az olan valideynlərə iqtisadi və sosial güzəştlər verilir və sair. Bir də var demoqrafik, deməli, inqilab. Demoqrafik inqilab nədir? Deməli, bəzi ölkələr var, məsələn, Yaponiyadır, Koreyadır. Onlar təbii artımın ikinci tipindən təbii artımın birinci tipinə doğru keçiblər. Baxın, burada da qeyd olunub. Deyir ki, demoqrafik siyasət yürüdülür və demoqrafik siyasət nəticəsində təbii artım kəskin arta və yaxud da azala bilər. Bu olur demoqrafik inqilab. Məsələn, Yaponiya, məsələn, Koreya kimi ölkələr ikinci tipdən birinci tipə keçiblər. Daha sonra isə baxırıq, bu əhalinin yəni, demoqrafik vəziyyətin ölkədə olan sosial-iqtisadi inkişafdan asılı olaraq dəyişməsi, demoqrafik keçid adlanır və demoqrafik keçidin 4 mərhələsi var. Yəni təbii artım 4 mərhələdən keçib. Bu da ölkədə olan sosial-iqtisadi inkişafla bağlı idi. 4 mərhələdən keçib, indi baxaq bir-bir hansı mərhələlərdir. Birinci mərhələ elə ibtidai cəmiyyət üçün səciyyəvidir. Burada baxın, doğum da yüksəkdir, ölüm də yüksəkdir. Doğum elə bil 20 nəfərdir, ölüm də 20 nəfərdir və yaxud da doğum 20 olsun, ölüm 19 nəfər olsun. Görürük təbii artım çox azdır. Doğum 20 nəfər deyək ki, ölüm də 19 nəfər. Təbii artım çox azdır, ibtidai cəmiyyət üçün səciyyəvidir. Müasir dövrdə artıq bu Amazon və Konqo çaylarının hövzələrində yaşayan qəbilələrdir. Yeni Qvineya adasında yaşayan qəbilələrdir. Onlar burada bu mərhələdə qalıb. Bir də ola bilər ki, ikinci tipə keçsin və yaxud da başqa bir tipdə mərhələdə olsun, daha doğrusu. Sonradan təzədən birə qayıtsın. Məsələn, epidemiya ola bilər və yaxud da vətəndaş müharibəsi ola bilər, nəsə bir hadisə baş vermiş ola bilər və o yenidən birinci mərhələyə qayıtmış ola bilər. Məsələn, Somalini biz burada deyirik ki, vətəndaş müharibəsindən sonra yenidən birinci mərhələyə geri qayıdıb. Daha sonra isə deməli, ikinci mərhələyə keçək. İkinci mərhələdə doğum yenə yüksək olaraq qalır. Amma səhiyyə, tibb bir qədər inkişaf elədiyinə görə ölüm azalır. Bu o deməkdir ki, burada təbii artım yüksək olur. Bu bilirsiniz nədir? Elə təbii artımın biz öyrənirdik bayaq, ənənəvi tipi, ikinci tipi. Bax elə bu ikinci mərhələ ikinci tipə uyğun gəlir. Bu deməli Afrika, Asiya, Latin Amerikası ölkələrinin əksəriyyəti elə bu mərhələdədir və demoqrafik partlayışdır. Çünki doğum yüksəkdir, ölüm azalıb. Üçüncü mərhələdə isə ölüm yenə aşağı səviyyədə qalır, amma artıq doğum da azalmağa başlayıb. Çünki qadınlar ictimai fəaliyyətə daha çox cəlb olunur, elm, təhsil inkişaf eləyir. Nəticə etibarilə doğum da aşağı düşür və bu ən əsas testlərdə görəcəksiniz, üçüncü mərhələ Latin Amerikası ölkələrinin əksəriyyəti bu mərhələdədir. Yəni üçüncü mərhələdə deməli doğumun səviyyəsi azalır, ölüm əvvəlki kimi qalır. Daha sonra dördüncü mərhələ isə təbii artımın elə birinci tipidir, belə deyək. Çünki doğum da aşağıdır, ölüm də aşağıdır. Elə bil 1000 nəfərə 5 nəfər doğulub, 4 nəfər ölüb. Təbii artım çox az olub. Bunu da qeyd etdik. Dördüncü mərhələ elə bil ki, təbii artımın elə birinci tipidir, inkişaf etmiş ölkələrdir. Belə deyə bilərik. Bu qədər.